Hər vaxtınız xeyir olsun bizim dəyərli YouTube izləyicilərimiz, Qarabağ sevərlərimiz, Qarabağ azarkeşləri, ümumiyyətcə bütün futbol ictimaiyyətini salamlayıram. Müəyyən müddət idi ki, uzun müddət idi ki, biz canlı yayım açmırdıq. Bugün qərara gəldik ki, axşam 22:00 ərəfəsində bir canlı yayım açaq YouTube kanalımızda. Canlı yayım açaq. Ona görə də bütün Qarabağ sevərləri, abunəçilərimizi, futbol ictimaiyyətini bu canlı yayıma dəvət edirəm. Bu canlı yayımda transferlərimiz, ilk yoxlama oyunumuz, futbolçularımız haqqında məlumatlarımız olacaq. Ümumilikdə bütün abunəçilərimiz bu canlı yayıma qoşulsunlar, müzakirələr edək, diskussiya yaradaq. Kanalımızın canlı yayımı nə qədər çox olsa, bir o qədər də YouTube platformasında əhatəmiz genişlənmiş olar. Bir daha sizləri canlı yayımda gözləyirik. Görüşmək ümidi ilə axşam 22:00-da çalışın, canlı yayıma qoşulun. Diskussiya aparaq, müzakirələr edək. Hələlik Allah amanında.